Bayramınız mübarək. Bugün mən Mehriban xanımın timsalında bütün şəhid anaların əlindən öpürəm. Bayramlarını təbrik edirəm. Eləcə də qazilərimizə Allah onlara can sağlığı versin. Şəhidlərimizin ruhu şad olsun. Amin. Allah bütün hərbiçilərimizi, əskərlərimizi qorusun. Bütün Azərbaycan xalqının bayramını təbrik edirəm. Və bu bayramlara biz əgər din psixologiyası nöqteyi nəzərindən baxsaq, yəni bu ayrıca bir elmdir, din psixologiyası. Hansı ki, burada elmi əsaslarla əlaqələndirir, dini, psixoloji cəhətdən. Burada biz nəyə görürük? Yəni bu bir ayda bu bir kodlamadır. Yəni nəyə görə insan, amma təəssüflər olsun ki, bu hər kəs müsbət nüanslarından danışdı. Mən biraz mənfi nüanslarından da danışacağım. Bəzi belə deyim də insanlarımızın etdiyi ki, bu öz bədənlərinə ziyan vururlar. Əslində Ramazan ayı qeyd elədi burada da hər kəs ki, həm fiziki sağlamlıq ayıdır, həm də ki mənəvi belə deyim də qidalanma ayıdır, mənəvi daha da o dəyərləri gücləndirmə ayıdır. Amma təəssüflər olsun ki, çox zaman israfçılıqlara da yol verilir. Məsələn, iftar süfrələrində ki, bu oruc əslində bu insanların sağlamlığına xidmət edən bir aydır ki, insanlar burada kodlanır, həm nəfslərini idarə edirlər, həm də ki, bir sıra xəstəliklərin müalicəsində orucun çox gözəl belə deyim də xidmətləri var və bu zəmində də qida məhsullarından az istifadə etmək orucun açılması zamanı ki, məsələn, mədənin kiçilməsi prosesi baş verir də bu zaman. İnsan çox yeyərsə, bu həm fiziki tərəfdən onun sağlığına ziyan vurur, həm də eyni zamanda bu bir israfdır. Digər tərəfdən ki, biz nemətləri israf edirik, daha çox bişiririk. Ona görə mən üzümü tuturam xalqıma ki, biz orucu tutaq, onu çox az bir nemətlərlə açaq. Yəni, düzdür, paylaşaq biz bu nemətlərimizi kasıb insanlarla və yaxud da ehtiyacı olan insanlarla, amma özümüz az yeyək ki, bunun bizə xeyri olsun. Əgər biz o müəyyən bir saat ərzində ac qaldıq, sonra da bütün nemətlərin hamısından dadına baxırıq, çünki masada bəli, süfrədə çox şeylər olur və biz bunu görürük, bunu tövsiyə edirəm ki, yəni bu bizim kodlama ayımız olsun ki, həm bizim mədəmizin o kiçikliyi qalsın, yəni genişlənməsin. Burada həm estetik tərəfdən, həm belə deyim də fiziki tərəfdən çox gözəl bir bəhrələrini verəcək. Düşünülmüşdür. Və eyni zamanda da mənəvi tərəfdən, məsələn, dinin psixologiyasında belə bir anlayış var. Deyir, Allahı xatırlamaq əslində bir insana güvən verməkdir, belə deyim də, rahatlığını təmin edilməsidir. Məsələn, bugün bizim elə şəhid analarımızdan danışacağım, misalı onlar üzərindən quracağım. İtki psixologiyasında belə bir şey var ki, ən ağır itki övlad itkisidir. Yəni, bundan ağır itki yoxdur itki psixologiyasında və bu şəhid analarımız görürsünüz, Azərbaycan xalqının bu da, yəni burada çox gözəl bizim xanımlarımız oturub və Mehriban xanımın timsalında mən şəhid analarımızdan danışacağım ki, onlar nə qədər psixi sağlamlığa və nə qədər mənəvi zənginliyə malikdir ki, balasını itiriblər, amma ayaqda durublar. Bugün onlar tədbirlərdə iştirak edirlər, bugün onlar digər insanlara dəstək olurlar, bugün onlar ayaqdadılar, yəni ki, balalarını yaşadırlar. Həm də buradakı nüansa toxunu, məsələn, fikir verirsiniz, onlar sağ qalıblar ki, bu günlərim balalarını yaşatmaq üçün. Yəni, bunun özü mənəvi bir gücdür, qüdrətdir və bu da Azərbaycan xalqının, yəni qadınlarına xas olan bir xüsusiyyətdir ki, bunu yaşadırlar. Yəni, mövzu çox dərindir. Əgər biz bunu dinin psixologiyası zəminindən baxsaq, məsələn, dini ayinlərin insan psixologiyasına, insan sağlamlığına çox böyük xidmətləri var. Namaz qılmaq özü, məsələn, indi müasir dövrdə deyirlər ki, yoqaya getdim, yoqa. Namaz özü, yəni onların dili ilə dediyimiz o yoqadır ki, enerjini biz alırıq. Eyni zamanda dua psixologiyası, yəni dinin psixologiyasındakı o bir ay müddətində olunan dualar daha çox olunur da belə. Yəni, nə gözəl dua dediniz. Bəli, əslində o duaların özünün bir, belə deyim də, psixologiyası var, özünün böyük bir qüdrəti var bu duaların. Yəni, bunun özü böyük bir enerjidir. Anlayana, biz arz edək ki, hamı onu anlasın. Bu böyük bir enerjidir. Buna görə də həmin o bir ayda da biz kodlanırıq ki, dilimizdən gözəl sözlər çıxsın, gözəl ifadələr çıxsın və biz bunu yaxşı olardı ki, bu bir ay əslində o digər 11 ayda sağlam, xoşbəxt yaşamaq üçündür ki, mən dilimi də kodluyuram. Bəli, pis söz danışmayayım. Mən orucam, yanımdakı da orucdur. Mən tutmamışam, amma orucdur. Onu yaxşı sözlər danışım ki, oruc insan o sözləri eşitməsin. Allah sizdən razı olsun. Bayramınız mübarək. Mövzu çox uzundur, ona görə bir də hər kəsi təbrik eləyirəm.